Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşların təxliyəsi məqsədilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Bəli, Azərbaycan hökumətinə. Madrid.az xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradır və yaradıb artıq. Quru yolla İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradıb, onlara səhər süfrəsi açılıb. Bəli, artıq evakuasiya siyasi prosesi davam edir. Bəli, burada məsəl üçün göstərilir ki, gəlirlər, keçirlər, şəraitlər yaradılıb hər birisi üçün. Yenə də qeyd edirəm ki, onlar üçün səhər süfrəsi belə açılıb, isti çay, isti şorbalar, baxmayaraq hava istidir, yaydır, yazdır. Amma onların hər birisinə yəni bu xidmətlər təklif olunub. Sara Səfra Bahadurdan bu qədər.